Novruz bayramı ilə əlaqədar aşağıdakı yanğın təhlükəsizliyi qaydalarını bilmək vacibdir. Yandırılan şamlar nəzarətsiz qalmamalıdır. Bayram tonqalı, elektrik naqili, ağac, avtomobil, ev və digər yanar əşyalardan kənar yandırılmalıdır. Tonqalın ətrafına yığışan azyaşlılar mütləq böyüklərin nəzarətində olmalıdır. Tonqal tam sönənədək nəzarətdə saxlanılmalıdır. Geyimin alışmaması, bədənin xəsarət almaması üçün tonqal üzərindən atılarkən ehtiyatlı olmaq lazımdır. Nəzərə alınmalıdır ki, küləkli hava şəraitində tonqal yandırılması xüsusilə təhlükəli hesab olunur. Yadda saxlayın, pirotexniki vasitələrdən istifadə qadağandır. Unutmayın, qaydalara biganəlik həyatımıza təhlükədir. Təhlükə zamanı 112-yə zəng edin.